Salam, hər birinizi xoş gördük, əziz müəllimlər və abituriyentlər. Sizin ekranda gördüyünüz suallar 9 və 10-cu siniflər üçün olan suallardır. Sınaq bugün 7 dekabr 2025-ci ildə həyata keçirilib və yenə sizlərin xahişi ilə 9-cu, 10-cu siniflərin suallarına aydınlıq gətiririk. Etalon cavablar hələ çıxmayıb. Buna baxmayaraq sizlərə kömək və dəstək məqsədi ilə biz bu videonu çəkirik ki, etalon cavablar çıxana qədər ən azından 97-95% doğru cavablarınızı yoxlayasınız. Hər hansı bir nöqsan və ya qüsur olarsa, bu normal bir haldır. Fikirlərinizi şərh bölməsindən göstərə bilərsiniz. Çünki diqqətsizlik səbəbi ilə ola bilər ki, gözdən qaçan məqamlar olsun. Deməli, suallara izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. Gəlin suallara başlayaq. Adi amöb haqqında səhv mülahizəni müəyyən edin. Sabit bədən forması olur, doğru fikirdir. Biz səhv fikirlər axtarırıq. Yalançı ayaqları var, qıcıqlanma qabiliyyəti var, ikiyə bölünməklə çoxalır. Bunlar doğru fikirdir. Amma insanın yoğun bağırsağında yaşayır fikri səhvdir. Çünki bu fikir dizenteriya amöbünə aiddir. Sualda isə bizə adi amöb verilmişdir. Aşağıdakı bitkilərin aid olduğu fəsilənin növ sayının artması ardıcıllığı ilə düzün. Davam eləyək. Zəncirotu mürəkkəb çiçəklər fəsiləsinə, sarlıq otu xat çiçəklərə, xanım otu badımcan çiçəklərə, yer fındığı paxlallara, qarğagözü isə zambaqlar fəsiləsinə aiddir. Yadımıza salaq ki, fəsilə sayında növ çox olan mürəkkəb çiçəklər idi. Ondan da 17 min əvvəl paxlallar 17 min idi, mürəkkəb çiçəklər 25 min idi. Deməli, mən 4-1 ilə bitən bəndlərə baxmalıyam. Baxın, 4 və 1 ilə bitən bəndlərə. İndi başlamalıyam 3 ilə başlayım, yoxsa 5 ilə. Zambaqlar fəsiləsi 4000 nümayəndədir. Amma badımcan çiçəklər fəsiləsi 3000. Ən az 3000 olduğuna görə A bəndi ilə başlayırıq. Əgər torf mamırı 8 il müddətində 18 sm boyatıb və deyir ki, hər il 3 sm boyatır bu bitki. Onda doğru fikir nədir? Böyümə normadan 2 dəfə artıq getmişdir. Əslində normada getsə belə bu 24 sm olmalıydı. Normadan artıq bir şey görünmür. Bu bitkidə 2 il böyümə getməmişdir. Bu fikir doğru ola bilər. Bilirsiniz niyə? Gəlin baxaq. Əgər 2 il çıxsam 6 il qalır. 6-nı da 3-ə vursam 18 sm olmuş olar. Digər bəndlərə baxaq. Normadan 2 dəfə az getmişdir. Yox. 1,5-ə vursam 8-i 12 sm eləyər. Hər il bu bitkidə aşağı hissədən çürümə getməmişdir. Çürümə getməsə belə 3 sm olsa 24 sm çatar. Çoxalma dövründə inkişafı dayanmışdır. Burada isə çoxalma dövrünün olub-olmaması barədə bir məlumat yoxdur. Düşünürəm ki, ən münasib elə 2 il müddətində böyümə getməmişdir cavabını seçmək doğru olar. Aşağıdakı cərgələrdən hansı mürəkkəb çiçəklər fəsiləsinə aid olan bitkilərdir? Gəlin, digər fəsilələrin bitkilərini çıxaq. Şəbbəgülü xat çiçəklilərdir, sarlıqotu xat çiçəklilərdir, kartof isə badımcan çiçəklərdir. Doğru cavab B bəndi. Protal nə idi? Qıcıkimilərin ilk cücərtisi idi. Onda mamırla olan hissələri silək. Baxaq, qıcının zigotundan inkişaf eləyən rüşeymdir. Xeyr, qıcının zigotundan yeni bitki inkişaf eləyər. Qıcının zigotuna protal deyilir. Xeyr, qıcının sporundan inkişaf eləyən ilk cücərti protaldırmı? Bəli, qıcının zigotundan inkişaf eləyən ilk cücərti doğrudan da protaldır. Şam ağacının sarımtıl yaşıl qozalarında 12 min hava qabarcığı var. 12 min hava qabarcığı varsa, 12 mini elə bu başdan 2-yə bölüm. 6 min deməli mənim nəyim var? Hər tozcuğum var. Hər tozcuq hissəsində də 150 ədəddir. 6 mini də bölüm elə 150-yə. Cavab olacaq 40. Mənim tapdığım tozcuq hissələrinin sayıdır 40. Hər pulcuqların sayını soruşanda yenidən bunu da 2-yə bölərəm. Çünki hər pulcuqda 2 tozcuq hissəsi olur. Cavab 20 oldu. Ulotrix yosununa aid edilə bilənləri seçək. Hər hüceyrədə bir xromatofor var. Bu sözü siz deyə bilərsinizmi? Xeyr. Çünki onun rəngsiz hüceyrəsi var. Xromatoforu qapanmayan halqa şəkillidir, bəli. Bütün hüceyrələri eyni quruluşludur deyə bilmərəm.
Çünki birinci hüceyrəsində nüvə də yoxdur, xromatofor da yoxdur. Qametləri ki qamçılıdır deyə bilərəm. Yeni fərdləri həmişə ziqotdan inkişaf eləyir deyə bilmərəm, zoospordan da inkişaf eləyir. Yaşıl hüceyrədə bir nüvə olur, doğrudur. 2, 4, 6-nı isə A bəndində vermiş oldu. Şəkildə ulotrix göstərilib, amma mənə deyir ki, bu prosesin içərisindən əlverişli şəraitdə gedənləri tap. Qamet əmələ gətirmə və ziqot yaratma demək əlverişsiz mühitdə gedir. 2 və 3 olan bəndləri silək. Deməli, nə qaldı? Ziqotdan yeni fərdlərin əmələ gəlməsi, yetkin bitkinin əmələ gəlməsi oldu. 4, 5, 6 bəndlərini seçə bilərəm. Növbəti bölməyə keçək. Gəlin lövhəni bir balaca təmizləyək. Beləliklə, növbəti suala başlayaq. Beləliklə, 2 ədəd bakteriya 2 saata. 2 ədəd bakteriya 2 saata nəsil əmələ gətirməsini istəyirəmsə, 120 dəqiqəni bölürəm 20-yə. Mənim nəsil sayım 6-dır. Aha. Və bu müddətdə sonda yaranan bakteriyaların sayı NT bərabərdir. N0 vuraq küstü N düsturundan istifadə edərək 2 vuraq 64, yəni küstü N, 2 üstü 6, 64-dür. 128 bakteriya əmələ gəlib. Sonda əmələ gələn bakteriya 128. Bölünən bakteriyanı istəyirəmsə, 128-dən ikisini çıxım, 126 bakteriya bölünəndir. Axırıncı bölünməyə məruz qalan bakteriyaların sayını istəyirsə, deməli 128 son bakteriyadırsa, axırıncı bölünməyə məruz qalanlar 64 bakteriya olub. İndi mənə A, B, C, D rəqəmlərini cəmləməyi, yəni 6, 64, 128, 126-nı cəmləməyimi istəyir. Beləliklə 326. Sual işarəsinin yerinə nə yazılmalıdır? Novça şəkilli ağızı var, udlağı var. Böyük nüvə bədəndə həyati prosesləri idarə edir. Vaxt itirməyək, infizor tərlikdən söhbət gedir. A bitkisinin B bitkisinə nisbəti 2/3-dür. A dişi bitkidir, B erkək bitkidir. Və bunların nisbəti 2/3 nisbətindədir. Və mənə deyir ki, 36 dənə qutucuq var. Deməli, 2-nin üzərinə 36 yazıram. Baxın. Və erkəklərin sayı. Deməli, x-i bölsəm 2-yə 18 düşər. X-im 18-dir ki, 36 eləyib. 3-ə vuranda isə bunu, 3x-i 3-ü 18-ə vuranda 54 eləyir. 2/3 nisbətindən yola çıxaraq bu sözləri deyirəm. Onda cinsi nəsil yaradan bitkilərin cəmi 36 dişi bitkidir, 54 də erkək bitkidir və cinsi nəsil hesab olunan bitkilərin sayı 90-a bərabərdir. Digər suala keçək. Şəkildə göstərdiyilən yarpaq düzülüşü qarşı-qarşıya düzülüşdür və buğumaralarının sayı n-1. Demək, n sayda buğumaraları var, n-1-i. Bu hissədə maksimum neçə tumurcuq əmələ gələr? N-1-in əvvəlcə, deməli, buğum sayını tapmaq üçün mən nə edərəm? Buğum sayını tapım, sonra onu 2-yə vurum da. N üstə gələk 1 eləyərəm, bunu da vuraram 2-yə. Budur, düstur mənə Y bəndi vermiş oldu. Beləliklə, darı bitkisi verir və x-i hesablamağımı istəyir. Darı bitkisinin quru çəkisi 12-dir. Öz çəkisinin 1/4 qədər su udanda 3 və beləliklə cücərmiş toxumlar 15 qram olur. Baxın, burada 15 qram yazır. Məndən qarğıdalının quru çəkisini istəyir. Qarğıdalının quru çəkisi 10 olub və öz çəkisinin yarısı qədər su udanda 15-ə bərabər olub. Deməli, qarğıdalının quru çəkisini 10 götürüm. Şəkildə xlomidominadanın hissələri doğru verilən sıranı tapın. Elə mən hamısına baxmayacağım, baxaq. 4 mənim üçün nüvədir. 4 nüvə verilən hissə 2 variantdadır. Və mənim üçün bir yığılıb açılan vakualdır. Baxın, bir yığılıb açılan vakual deməli A bəndində və hər ehtimal 3-ə də baxaq, 3 də qırmızı gözcük. Bəli, A bəndində hamısı doğru verilib. Gəlin baxaq, lövhəni təmizləyək ilk öncə. Növbəti səhviyə baxaq. Doğru və yanlış fikirləri doğru yerdə göstərək. Papaqlı göbələklər üzvü qalıqlarla qidalanandan sonra parazit hesab olunur.
Yanlış. Üzvü qalıqlarla qidalananda saprofit hesab olunar, parazit yox. Solğun əzvayda sporlar borucuqda yerləşir, löfəcikdə yerləşir, yanlış. Maya göbələyi şəkər olan mühitdə əmələ gələr, doğru. Parazit qov göbələyi ağac məhv olanda belə onu tərk eləmir, doğru. Yuxarıda yanlış, aşağıda doğrular. B bəndini seçmiş olduq. Açar sözlərdən istifadə eləyərək mətni tamamlayın. Toxumların tərkibində ehtiyat qida yazarıq da. Qida maddələrinin miqdarından asılı olaraq, torpağın xüsusiyyətindən asılı olaraq müəyyən dərinlikdə əkilir. Adətən toxumlar dərinə, iri toxumlar deyir də 6 və kiçik toxumlar isə, onda burada 2 yazaq, 3, 6, 2 cavabı vermiş oldu. Hansı bitki şöbəsi yalnız vegetativ orqanlardan inkişaf etmiş kökə malikdir? Bunun üçün toxumu olmayan bitki seçək. Çılpaq toxumlu və örtül toxumları silək ki, toxumdan kök inkişaf eləməsin. Mamırların kökü yoxdur, yosunların da kökü yoxdur. Qıcı kimlər cavabını seçmiş olduq. Hansı mülahizə səhvdir? Zigot endospermlə inkişaf etmir. Düzgün fikirdir. 2 qat mayalanma çiçəkli bitkidə gedir. Yumurtacıqdan toxum əmələ gəlir. Rüşeyin bölünərək zigot yaratmır. Rüşeyin bölünərək zigot yaratmır. Əslində zigot bölünərək rüşeyin yaradır da. Doğrudur. Rüşeyin mərkəzi hüceyrədən inkişaf edir. Səhv fikir olaraq onu götürə bilərik. Eyler-Venn diaqramına uyğun kükürt və qırmızı bakteriya verilib bizə. Düzgün sözləri yerləşdirək. Xemosintez istəyirsə 1, xlorofilə malikdirsə 2-ni yerləşdirdik. Ətrafa oksigen vermir, hər ikisi. Kimyəvi rabitələr enerjisindən istifadə eləyir kükürt. Günəşdən istifadə eləyir. Seçək qırmızı bakteriyalara. Qılafın hüceyrə divarı əmələ gətirir hər ikisində. 1-4 demək 2-5, 1-4 olsun, 2-5 olsun və 3-6 olsun. Beləliklə D bəndini seçmiş olduq. Cinsi prosesdə 6 infizor tərlik iştirak eləyib. Maksimum neçə konjugasiya zamanı fərd sayı artmır. Elə 6 dənə var idisə 6 dənə də qalmış olacaq. Günə baxanda 500 çiçək var, 200-ü dilci şəkillidir. Deməli bunun 300-ü nəymiş? Toxum əmələ gətirə bilərmiş. Zəncirotuda isə dilci şəkilli meyvələr 200-dürsə, elə 200-ü də dilci şəkillidir. X üstə gələk Y bizə 500-ü vermiş oldu. 22-ci suala baxırıq. 3 rəqəmi ilə bizə nə göstərilib? Çəyirdək. Çəyirdək haqqında doğru fikir, yumurtalığın daxili daşlaşmış divarından əmələ gəlir fikri doğrudur. Növbəti və sonuncu səhvəyə baxırıq. Qaranlıqda olan xlomidominada su hövzəsinin işıqlı yerə getməsi nə ilə əlaqədardır? Qırmızı gözlüyü işığı görər, qamçı da onu işıqlı yerə aparar. Stoplazma vakual və yığılıb açılan vakualın bundan əlaqəsi yoxdur. Şibyələrdə baş verən prosesləri müəyyən eləyin. Sporla çoxalma var, toxum yoxdur, xemosintez yoxdur. Fotosintez ola bilər, tallomun hissələri ilə bölünmə ola bilər. 1, 4, 5 şibyələrə aid olan fikirlərdir. Rüşeimli tallomun yaranmasından başla deyir. 2-dən başlayaq və qıcının inkişaf mərhələlərini düzəlt. Rüşeimlidir, tallomun üzərində artıq rüşeim var. Birazdan yetkin bitkiyə çevriləcək. Yetkin bitkinin sporangiləri olacaq. Sporangilərdən yetişmiş sporlar olacaq və yenidən protal əmələ gələcək. Şibyələr haqqında doğru fikirləri 26-cı sualda tapmağımızı istəyir. Hər ikisi prokaryotdur, onu əmələ gətirənlər. Prokaryot canlı ilə evkaryotun birgə fəaliyyətindən yaranır. Canlıların hər ikisində zülal sintezi getmir, doğru fikir deyil. Şibyəni əmələ gətirən canlıların prokaryotun daxil olduğu aləmin bəzi nümayəndələrində xemosintez var. Prokaryotun daxil olduğu aləm nədir? Bakteriyalar, orada da xemosintez var, doğru fikirdir. Şibyənin qabıq qatı göbələk hiflərindən əmələ gəlib, doğru fikirdir. Fotosintez sürətli gedir, səhv fikirdir. 2, 4, 5 bəndini seçmiş olduq. Beləliklə 27-ci suala yaxınlaşırıq. Skorbut xəstəliyidir, vitamin çatışmamazlığı ilə əlaqədar uyğunlaşdırın deyir. Sümük əriməsi raxit xəstəliyində var. Əzələ zəifliyi, ürək fəaliyyətinin zəifləməsi, ən əsası sinir sisteminin pozğunluğu, beri-beri. Diş ətinin qanaması, skorbut və dəri, gözün zəifləməsi, böyümənin zəifləməsi çox güman ki,
Bu da dərinin, gözün və böyümənin zəifləməsi. Dərinin, gözün zədələnməsi A vitamini çatışmamazlığına aiddir. Bunların heç biri A vitaminin xəstəliyinin çatışmamazlığından yaranan xəstəlik deyil. Ona görə də C, A, B cavablarını yazmış olduq. Müəllim şagirdləri ilə birlikdə sonuncu situasiya suallarına baxırıq. Çiçəkləri və çiçək qruplarını olduğunu göstərdi. Və qarğıdalı ilə günəbaxan bitkisinin çiçək düsturunu verir və deyir ki, qarğıdalı və günəbaxan. Eyler-Venn diaqramında bunu bizə təqdim edir. Və 28-ci sualda deyir ki, birləpəli bitkinin çiçəklərindən neçə ədəd meyvə əmələ gəlir? Birləpəli bitki qarğıdalıdır. Buradan neçə ədəd meyvə əmələ gəlir? 10 dənə. Çünki dişi çiçəklər 10 dənədir. Erkək çiçəklərdən meyvə əmələ gəlməz. Mənə maraqlıdır ki, niyə erkək çiçəkləri 20 ədəd götürüb? Adətən 3-ün 1-ə nisbətində olur axı bu rəqəm. Yəni, ən azından 30 verə bilərdi. Burada isə 20 verib. Qarğıdalıda yenə də baxaq. Bütün çiçəklərdə bir ədəd, bu bitkinin bütün çiçəklərində neçə ədəd bitişik strukturlar var? Deməli, bizə 30 dənə çiçək verib. Baxın, bitişik strukturların düsturunu yazaq. Ç, küstə gələk ki, düstura əsasən çiçək pulcuğu bitişik strukturdur. Y3, D1. Düşünürəm ki, çiçək pulcuğu ya da çiçək pərdəciyi həm erkək, həm dişi çiçəklərdə var. Ona görə 30-u vuraram 2-yə. Ki 60 cavabını almış oldum. Amma erkəkcik və dişiciyə aid soruşsaydı, bunu əlbəttə ki, saya uyğun götürərdim. Həm erkək, həm də dişi çiçəklərdə çiçək pərdəciyi 2 ədəd ola bilər. X-in yerinə nə yazaq? X-i tapın. Bax, mənə deyir ki, çiçək və çiçək qrupları haqqında yazır. Həm qarğıdalının, həm günəbaxanın çiçək qruplarında oxşar olsun. Mən bura saplaqsız, oturaq çiçəklər yazaram ki, hər ikisi üçün ortaq cəhət olsun. Eyni çiçəyin içərisində həm mitoz, həm meyoz bölünmə prosesi gedən neçə çiçək var? Eyni çiçəyin içərisində həm mitoz, həm meyoz gedən qarğıdalının həm dişi, həm erkək çiçəklərini götürə bilərsiniz. Deməli, həm qarğıdalının dişilərində, həm erkəklərində mitoz, meyoz prosesi gedər. Ona görə 30 bunu götürək. Amma siz günə baxanda yalançı dilci şəkilli çiçəklər üçün bunu götürə bilməzsiniz. 600-də boru şəkilli günəbaxanı götürək, 630 cavabı almış olduq. İkiləpəli bitkilərin çiçəklərinin hansı çiçəyində və neçə belə çiçəkdə meyoz getməz? Meyoz getməz deyir, ikiləpəli bitki olaraq 400 dənə yalançı çiçəklərdə meyoz getməz. Çiçəyin adı nədir? Dilci şəkilli çiçəklər. Əsaslandırın deyir fikrinizi, əsaslandıraq. Çünki onlarda yalançı çiçəklərdir, erkəkcik və dişicik yoxdur. Ona görə də orada meyoz getməz. Həmin hissə, yəni dilci şəkilli çiçəklər yalnız həşəratları cəlb etmək üçündür. Beləliklə biz suallara aydınlıq gətirdik. Diqqətiniz üçün təşəkkür edirəm. Fikirləriniz varsa, buyurun kommentlərdə öz fikirlərinizi bildirin. Çox sağ olun.